Bakının Xətai rayonu 8 noyabr prospekti ərazisində yerləşən Azpetrolun neft bazasında öncə güclü partlayış və daha sonra yanğınla müşahidə olunan hadisə baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Gördüyünüz kimi yanğın hal-hazırda demək olar ki, söndürülüb və kimyəvi maddələr və digər maddələrlə yanğının qarşısı alınmağa davam edir. Sakinlərin dediyinə görə saat 16-13 radələrində hadisə baş verib. Dərhal az öncə qeyd etdiyimiz kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Demək olar ki, neft çənlərindən biri tamamən yanaraq külə dönüb və hazırda yanğının hər hansısa bir digər çənlərə sıçraması və digər çənlərə keçməsi demək olar ki, artıq mümkün deyil. Çünki yanğın demək olar ki, tam söndürülüb və tam mühafizə olunub yanğından ərazi. Hadisə yerindəyik. BTV xəbər olaraq hadisə yerindən son dəqiqə məlumatlarını sizə çatdırmağa davam eləyəcəyik.